Ver söz de desin, ver söz. Salam əziz Şahbəli cəmaatı, Cəbrayil cəmaatı, hər birinizin Novruz bayramı mübarək olsun. Allah hər zaman hər birinizin qapısına xeyir iş qismət eləsin. Hər zaman hər birinizin qapısına xeyir işlərə yığışaq. Yeni şahımızın da taxtı tacı xeyirli olsun, uğurlu olsun. Axırıncı bayramlardan olsun. Şükür Allah'ın bugünkü gündəki şəhidlərin qanı, qazilərin canı bahasına torpağımız alınır. Allah'ın bugünkü gündən şükürlər olsun. İlahidən bütün xəstələrə şəfaət edirik. İnşallah xeyri gələcək bayramımıza xeyir Allah'ın köməkliyi ilə. Özü də gözəl, sözü də gözəl. Bayram əmiyə xeyri Allah'tan şəfaət edirik. Və mənim də nənəm uzun sürən pis xəstəlikdən əziyyət çəkir. Allah'tan onun hər birinə şəfaət edirik. Xeyri hər biri tezliklə sağlamlığına qovuşsun. Mənim şikayətim bayaqları Zəfər əmi vurğuladı. Bizim bu Yezlə Muraddandır. Bizə bu da neçə ildir su vermir. Bizim yer susundan yanır. Hər dəfə zəng edib deyirik, Civara deyirik, Civar deyir ki, Murad bilər, Murada deyir. Xahiş edən Murad gəlsin bura, bir də bütün Şahbəli cəmaatı rəqsə dəvət edirik. Bütün sözlərimə görə sağ ol. Allah anana da bəyək şəhid, bütün xəstələrimizə Allah şəfa versin. Allah kömək dursun. Həzrət Əli özü xeyir şəfalarını versin. Sözlərimə şərikik. Qaldı ki, Murad bala o tayaqda muhtan çıxdı. Ondan şikayət eləməyən məndim, mən delədim. Onu yoxdur, bu haqqırağa belə deyil. Ayrıda genə ürək sözüm nəysə buyurdu. Ürək sözümdə şükür Allah'a ki, xeyri, hamd, iman, qatacaq yerimiz olan Hacı Qaramız alınıb. Həmən o Hacı Qaramaz, böyünkü günün sahibi dayanınızda dursun. Yenə deyirəm, bütün xəstələrə şifa versin. Övladı olmayanlara da xeyirli övlad versin. Xeyri inşallah gələn bu vaxt, bu bayramda Hümbət əmi öz övladı ilə bu bayramda iştirak eləsin. Hər kəsə amin desin. Sağ olun, var olun. Sizlərə də dərin təşəkkürümü bildirəm əziz müsibsə. Osman bəy, sən də var ol. Allah hər zaman köməyin olsun. Hər zaman dayanınızda dursun. Yaxşı ki varsınız, yaxşı ki ifa edib bizi şənləndirirsiniz. Allah razı olsun. O kənddə bir kişi var imiş, yəni tanımıram. Sən ifa edirsən, deyir ki, Tatar aşığı Əhmədli qızları. İndi Tatar aşığı Əhmədli qızları. Mürəccəm buyur. Həsən, çox sağ ol, çox sağ ol, çox var ol, buyur. Bütün Şahbəli cəmaatı, hər birinizi rəqsə dəvət edirik. Bütün qəsəbə, Bakı fərqi yoxdur. Hamı bizimdir, hamı bir çərçivədə. Allah bir daha xeyir eləsin. İnşallah gələn il bu vaxt tezliyi ilə, can sağlığı ilə öz elimizdə obamızda keçirməyimizi ilə sağ olun, var olun. Burada babamın adına yazarsan. Sağ ol, sağ ol. Allah canını sağ olun. Həsən, bir dəqiqə bura zəhmət çək. Şahın nəysə sana bir ənamı var. Şaha mən hədiyyə edirəm. Yox, yox, şahı qaytarmaz da ondan sonra şahidsin. Sən memnun, sən mənim oradadır. Şahın oradadır, yazılı bu. Sana xəzinədir, şah hədiyyə. Onu da götdüyü sənidir. Sağ ol, götdüyü sənidir. Yox, götür. Olur sən, sağ ol. Gəli çox ayış ediyorsun. Gelin. Sağ ol. Söz götürüp bassan yazmışsın ya.
üstünlüğü ancak kişilere vermişim. Xahiş edirəm, kadınlar da oynamalıdır. Hamımız birbirimizi başa düşmeliyiz. Ne bileyim, dediğin adamlar kimdi? Hava onların çal. Ne bileyim,
dənə şikayət ərizə məktubu gəlib bizə. Yazır ki, öz yazdığımı özüm oxuya bilmirəm, bunu da heç bilmirəm. Deyir ki, 8 Mart gedib, kimsə böyüm yana düşür. Deyir ki, Hümbətlə Rəhman 8 Martda bir hədiyyə alıblar 2 nəfərə. O da 9 Martda gəlib çıxıb. Hədiyyə də budur. Bir istəyən soyuq su. Onlar deyir ki, xahiş edir, onları asın. İndi Hümbətlə Rəhman kimsə mən onları tanımıram, hansıdır, nədir? Onları oradan asaq, həm tanıyaq, həm də o yoldaşların şikayətinə baxılmış olsun. Buyurun. Söhbət elə olmuyor. Mən deyim də. Bayramı təbrik edirəm. Söhbət elə olmuyor. Mən bazıma dedim ki, Bakıdaydım. O mənə hədiyyə almışdı. Mən dedim 8 Martda burada olsam Bakıda. Hədiyyə mənim, problem yoxdur. O elə bir 7 Martda gəldi rayona. Mən də məcbur oldum, 9 Martda hədiyyəsini aldım gətirdim. Suyoqsa suyuq. Yalan demir ya. Sen kaçtırdın tamam. Bayram hədiyyəsidir. Hədiyyənin ucuzu Olmaz elə istifadə elə. hədiyyə gərək dəyərli olar. İstifadə elə. Yox değer ucuz olmaz ama istifadə eləməzlər. Asıl bağlı sanayi çekiyor. Sen engel et. Rahat gelsin de rahat. İndi biz işi bir tərəfli görürük. Sən nəysə özün şübhəlisən. Yoxsa sən deməlisən ki, bunu kim yazır, kim verir? Özün bilirsən demirsən. Kimsə ayrıdandır bəlkə. Yox. Evdəkilər bilsin. Bazım. Hə, bacımdır. Onda o hesaba eyb yox. Sən o əziyyətə görə bir gün bayrıq oyna. Elə bazılar mansız oynasın var. Olsun, var elə mahnı oyna. Ürəyindən keçirsə oyna, ama başını dəst oynasın. Hə, başını. Gel kuşkanı da koy buna.